2023-cü ildən etibarən Dövlət Əmək və İşçilik Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi, Azərbaycan Mina Təmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıyla birgə maarifləndirmə tədbirlərinin icrasına başlanılmış. Tək 2025-ci ildə qeyd olunan ərazilərdə keçirilmiş maarifləndirmə tədbirləri 135 işə götürən üzrə 4700-dən artıq işçinin heyətini əhatə etmiş və 46 sayda tədbirlər həyata keçirilmişdir. Sağlam və təhlükəsizlik məşəraitinin yaradılması müəssisənin fəaliyyətinin üstünlükləri ilə bərabər eyni zamanda orada işçilərin hüquqlarının qorunmasına xidmət edir və bu da həm müəssisənin dayanıqlılığının artırılmasına, eyni zamanda da sosial-iqtisadi regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Məqsəd müəssisələrdə görülən bu işlərin üstünlüklərini media vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmaqdır. Bugün biz işğaldan azad olunmuş Ağdam şəhərində müəssisələrə baxış keçiririk. Kiçik və Orta Biznes İnkişafı Agentliyi olaraq işğaldan azad olunmuş ərazilərdə sahibkarlara müvafiq dəstəklər göstəririk. Hal-hazırda bugünkü tədbirimizdə də elə bariz nümunə kimi Tabaterra şirkətini elə misal çəkə bilərik və sahibkarlarımıza uğurlar arzulayırıq. Azərbaycan minalardan çirklənmiş ən çox ölkələrdən biridir. Belə ki, ilkin qiymətləndirməyə görə Ermənistan işğalı dövründə torpaqlarımıza 1 milyondan çox mina bastırılmışdır. Mina təmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 228 min hektardan çox ərazi təmizlənmiş, ümumilikdə 210 mindən artıq mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilmişdir.